2026-cı il RFM 7-ci sinif final turuna düşmüş 10-cu sualın həllinə baxırıq. Hasili hesablayın. Biz burada bu xn-i əvvəlcə sadələşdirək. N kvadratı üstəgəl n. Sürətdə olacaq n kvadratı üstəgəl n çıx 2 bərabərdir. Məxrəci yenə n vuraq n plus 1 kimi yazaq. Sürət olacaq n çıx 1 vurulsun n üstəgəl 2. İndi n-ə 2 versək, x2 olur belə. 2-də 1 vur 3-də 4. N-ə 3 versək, x3 olur 3-də 2 vur 4-də 5. Nəhayət n-ə 100 versək, x100 olur 100-də 99 vuraq 101-də 102. İndi bu düzgün kəsirləri 1 vuraq. 2-də 1 vur 3-də 2 vur nəhayət 100-də 99 bu eləyəcək 100-də 1. Düzgün olmayanları da 1 vuraq. 3-də 4 vuraq 4-də 5 vuraq nəhayət 101-də 102. Bu da eləyəcək 3-də 102 yəni 34. 100-də 1-i də vursaq 34-də eləyəcək 0,34.